Ağlar uzun qala qurdu. Vəzir D8-dən gedir A5-ə. Aydın məsələdir ki, vəzir nəyə görə çıxdı A5-ə? A5-ə çıxdı ki, hücum planını qura bilsinlər. İndi görək. Yox. Az sürət belə gedişdə zəiflədir. Şah cinahını başqa gedişlərlə zəiflətmək olmaz. Ola bilir, görək nə oynayır da. Sadəcə yadda saxlamalıyıq. Yeriləmir, biraz sakitdir. Yadda saxlamalıyıq ki, bu vəziyyətdə nə tər oynayırlar. Ağlar necə oynadı, qaralar necə oynadı. Elə başa düşdüysən, Elmir, elə başa düşdü ki, həm ağlarla oynayırsan sən, həm qaralarla. Onda hər ikisindən nəsə götürə bilərsən, nəsə bilik götürə bilərsən. Necə gedişatı qura bilirlər, onu götürə bilərsən. Görürsən, hər iki oyuncu Qrasmeysterdir. Karpov da dünya çempionudur. Dünya çempionu necə oynayır görək? Ondan nətər həvəslə baxmalısan. Çünki sən bilməlisən ki, dünya çempionu necə oynayır? Hansı gedişi necə oynadı, nə tər oynadı? Və qaralar necə oynayır? Artıq ağlar hücuma keçdi, H4. Artıq bu gedişlə, H4 gedişindən ağlar sübuta yetirdi ki, qaraların şah cinahı tərəfə hücuma keçirər. At Y5. At Y5 gedişi də artıq qaraların hücumundan xəbər verir. Ağ şaha hücum, vəzir cinahından diqqətlə bax. Fil B3. Dediyim kimi elədir. Fil vermək istəmir. Görürsən, fil dəyişmək istəmir. Fil B3-də daha yaxşı, görürsən, Karpov, görürsən, nədir oynadı. Xətti saxlayır. Top F8-dən C8-ə. Görürsən, görək, topu açıq xəttə gətir, görək, niyə? Niyə belə oynayır? H5. Yeri gəlsə qurban da verirlər, görürsən? Görək, nəyə görə qurban verir Karpov, dünya çempionu? Adətən J4 H5 gəlirlər, amma burada birbaşa H5 gəlir, qurban verir. Burada artıq qaraların demək olar ki, yeganə yolu qəbul eləməkdir. Mən atdan vursa bunu açıq qətiyyən açılır. Az soğuk, bəli. At H5, piyada ilə vurmaq səhv olar. Çünki şahın şah qabağındakı piyadalar artıq pərən-pərən düşür. Olmaz elə. Atla vurur at H5. Yox, tələsmə, yox. Tələsmə, bir ətə fikirləşək. Bəli, fil H6. Əvvəlcə fil H6-ya gəlir. Fil artıq H6-ya vurur. Çünki burada əgər vurmasa nə baş verə bilər? Vurmasa. Yox. Niyə elə Başa olmadı. Mən o vurmasa təkcə belə gəlsə... Yox, vurum, elə yox, elə gəlməz. Başa deyəcəksə də. Bir dəqiqə, tələsmə, görək. Tələsmə. Bundan sonra nə?